İsveçrədə artıq 178 ildir ki, prezident hər il dəyişdirilir. Bu ölkədə prezidentin səlahiyyətləri çox məhduddur. İsveçrə federativ respublikadır. Burada 7 üzvlük konfederasiyanın başçısı İsveçrənin prezidenti sayılır. Prezident, Federal Şuranın iclaslarını idarə edir. Konfederasiya prezidentinin digər 6 məclis üzvü üzərində heç bir xüsusi səlahiyyəti olmur. Bu o deməkdir ki, heç kim tək başına İsveçrənin başçısı ola bilməz. Belə təsəvvür edin ki, İsveçrənin 7 prezidenti olur. Daha asan formada izah edim. Xalq 4 ildən bir səs verməyə gedib 246 parlament üzvünü seçir. Həmin 246 deputat toplanaraq 7 əsas konfederasiya üzvünü seçir. Həmin 7 şəxs də konfederasiya prezidentini seçir. Sözgedən sistem 1848-ci ildən etibarən saat kimi dəqiq işləyir. Vətəndaşlar seçkilərdə aktiv iştirak etmirlər. Məsələn, 2011-ci ildəki referendumlarda vətəndaşların cəmi 49%-i səs verməyə getmişdi. Amma maraqlıdır ki, bu ölkədə referendumlar təkcə məclis tərəfindən təklif olunmur. Sadə vətəndaşlar da qanuna istədikləri dəyişikliyi təklif edə və referendum tələb edə bilərlər. Əgər hər hansı bir mövzuda vətəndaşlar 100 min imza toplaya bilsələr, istədikləri referendumu keçirə bilərlər. İsveçrə vətəndaşları üçün prezident və deputatlar məşhur şəxs və ya ulduz deyil, sadəcə dövlətin bir işçisidir.